Salam aleyküm. Salam əziz dostlar və hörmətli qandaşlar, dildaşlar, vətəndaşlar, yoldaşlar, candaşlar. Umaram və arzu edirəm ki, sağsız, salamətsiz. Bilmirəm ora nə türdür. Əlbəttə bizim kəndimizə qar qarlayıbdır. Əkslərini gördüm. Yəni Qaradağa demək olar qar qarlayıbdır. Allaha min mərtəbə şükür. Kaş nə qədər olur qar gəlsin. Qar bizim həyatımızın qaynağıdır demək olar. Yəni sudan ibarətdir. Burada da çox qarlıqdır, çox soyuqdur və çox ifticah vəzdə buzluqdur hər yer. Amma bundan keçək kitabımızı oxuyuruq və Türkçülüyün əsasları adlı kitab oxuyuruq. Yazan Ziya Gökalp, 107-ci səhifəni oxuruq. Dünənəcən iqtisadda, ekonomidə türkçülüyün haqqında danışırdı bu yazarımız, Şərif və rəhmətli yazarımız. İndi başlayır son bəhsinə fikir edirəm və o da politikada türkçülük, siyasətdə türkçülük. Görürsünüz ki, türkçülüyü hər sahədə izah eləməyə çalışır. Əslində, bu bir türk millətinə yol xəritəsi öz zehni əsasına yazır. Əcəba biz belə bir türk xəritəsi Güney Azərbaycana yazırıq. Yəni, məsələn, bizim yüzlər yazarımız var. Şükür olsun, bir zaman var idi ki, iki əlin barmağı sayında türkçü yazarımız yox idi. İndi şükür olsun, minlər yazarımız var, minlər mütəfəkkirimiz var ki, Azərbaycan məsələsi onların gecə-gündüz sözüdür. Onların düşüncəsidir, onların yaşamıdır əslən. Amma biz yol xəritəsi yazmışıqmı? Yəni, eyni bu, fərz ediyor ki, bu bir dənə ülgüdür bizə veribdir. Əcəba, biz də belə bir ülgü yaza bilmərikmi? Məsələn, gərək bizim millətimizin indi 50-60 dənə belə ülgüsü olaydı ki, bəzi adamlar deyirlər, bizim teorik boşluğumuz var. Teorik boşluğumuz əslində yoxdur. Amma bəzi sahələrdə yazılmış teorimiz çox azdır. Yazılmış teorimiz, ya yol xəritəsi, yol nəxşəsi çox azdır. Bunun üçün mən özümə bu fərziyyəni, bu işi vacib görürəm, özümə şəxsən. Və bir neçə gündür mən burada qarlıqda düşmüşəm, qarlığın ortasına, nə gedə bilirəm, nə qabağa gedə bilirəm, nə dalıya. Amma təəssüflə başımı çox kiçik şeylərə qatmışam və yazmamışam. Kaş bu neçə gündə bunu oturaydım, yazaydım. Bunu danışmışam, hazırlamışam, amma onu yazmaq gərəkirdi. Bəlkə bir 10-15-20 saat vaxt qoysaydım, onu yazardım və amma özgə işləməğin bu müşkülü vardı. Adam özgə işləyəni bilmir ki, indi deyəcəklər, dur get, yarım saatdan sonra dur get, hər halda onun üçün də adam qalır. Hər halda, bu son bəhsi ki, açır türk üçün yol xəritəsi, türklər nə cür olmalıdırlar? Hər sahədə gəlir türkçülüyü öz zehnindən tərif edir. Bu dedik, fəlsəfə, yəni bu. Mənim düşüncəmdə. Fəlsəfə lazım deyil ki, biz gedək şuraq ki, yer ha zaman kürat-ı asmani, kollən bu göydə olan, o şey ki, biz deyirik ki, vücud, ha zaman vücuda gəlibdir. Mevcudlar ha zaman vücud tapıblar. Heç onun bəlkə bizə o qədər faydası olmaz. O qədər, demirəm ki, faydası. Amma bizə bu ki, biz İqtisadda nə edəcəyik? Siyasətdə nə edəcəyik? Qanunda nə edəcəyik? Hünərdə nə edəcəyik? Sənətdə nə edəcəyik? Muzədarlıqda nə edəcəyik? Və bu cür bir şeylərdə bu bizə önəm daşır. Stratejilərimiz nədir? Strateji əslində ordu istilahıdır. Fikir istilahında buna fəlsəfə deyirlər. Düşüncə deyirəm mən. Yəni, strateji, düşüncə və fəlsəfə. Məncə üçüsü bir anlamdadır, amma daha mövzuları fərqlidir. Mən strateji ordu işlərində, savaş işlərində, difa işlərində, sənaye işində, bu cür yerdə fəlsəfə də bir ayrı sahədə deyilir. İndi görək ki, türkçülük politik bir parti deyildir.
Diqqət, türkçülük özü bir siyasi, politik siyasi parti latincə sözdür, hizb anlamında, hizb ərəbcədir. Bunun türkçəsi nə oldu? Örgüt. Örgüt deyildir. Farslarda sazman deyirlər. Hizb də dedikləri olur. Amma hər halda türkçülük özü bir siyasi parti ya örgüt değildir. Bilimsel felsefi estetik bir ekuldur. Bilimsel, elmi, Türkçəsi bilimsəlin, Ərəbcəsi elmi. Yəni elmi, onun Türkçəsi olur bilimsel. Felsefi, düşüncə, Türkçə, estetik, hünər bir ekoldur. Ekol okuldan gəlir. Okul iskul sözündən gəlibdir. İskul sözü yəni məktəb. Deyirlər məktəbi Təbriz, məktəbi Frankfurt, məktəbi filan, Marx. Bu yəni bir düşüncə sistemi. Düşüncə sistemi nə deyirlər? Nə mənə? Okul. Bunu bir dəfə də demişəm. Okul Türkiyədəki deyilir. Mədrəsədə, İranda da mədrəsə deyirlər. Bu iki anlam daşır. Okulda siz düşüncəni təşviq edirsiniz insanlara. İnsanlar özləri düşünsünlər, bir sonuçlara çatsınlar. Tezi, antitezi görüb sentezi özləri yaratsınlar. Amma o mədrəsədə siz dərs verirsiniz. Yəni siz bildiklərinizi adamların zehninə soxursunuz. Adamlar onu hifz edib sizə qeytərməlidirlər. Yəni insanları dondurursunuz. Zehnin camid eləmək, camid ərəbcə sözdür, türkçəsi dondurmaq. Dondurursunuz insanların zehnini. İranda ona görə zehnilər donuqdur, fikirlər donuqdur. İnsanların fikri çalışmır. Məktəb və okuldur. Başqa bir deyimlə, bir ayrı mənada, ərəbcə mənadır, deyimlə, yəni farsça soxanə digər. Bir başqa deyimlə, bir ayrı sözlə desək, kültürel bir çalışma və yeniləşmə yoludur. Bir ayrı sözlə desək, türkçülük nədir? Türkçülük kültürel. Kültürel dedik ki, İranda fərhənc deyirlər. Kültürel bir çalışma, türkçülük və yeniləşmə yoludur və modernləşmə, tazalaşma. Hətta modern deyil. Modern üçün deyirlər, dedik da, bir modern deyirlər, Qurun-u Vüsta dövrü var, bir Qurun-u Vüstadan sonra modern dövrü var. Və bir də indi internet dövrü var. Ümumi medialar dövrü var. Yəni, hər kəs özü internetdə eləyə bilir, radio qoysun, TV qoysun, danışsın, canlı yayın. Məsələn, mən ələn canlı yayın deyəm. Bu nədir? Bu yeni çağlaşma, yəni hər çağdan geçmək lazımdır. Yeni bir çalışma. Pəs türkçülük nədir dostlar? Türkçülük bir düşüncə sistemidir. Nədir? Bir fərhəngi ya kültürel çalışma və yeniləşmədir. Geçəcək. Hər nə ki bu günə vardı, bu gündən qabaqda var idi. Bundan bu bizə değişmək lazımdır. Bəzi adam deyir ki, kişi tüpürdüğün yalamaz. Ya o adam ki, tüpürdüğün yalamır, fikirdə tüpürdüğün, davranışın dəyişmir. Bu adam ya ölüdür, ya camiddir. Bu məsələ bizə deyiblər ki, tüpürdüğün ya, bunu deyək ki, yeniləşməyən daşdır. Daşdan fərqi yoxdur. Yenilişməyən dəmirdir. Yenilişməyən adam deyil. Bizə o pis məsələ deyiblər, kişi tüpürdüğün yalamaz. Bunun bizi salıblar bunun zindanına. Biz bunun zindanından çıxmalıyıq. Nə olar, mən tüpürdüğümü də yalayacağım əgər lazım olsa. Çünki mən bu fikri dəyişməliyəm. Bu rəftarımı dəyişməliyəm, düşüncəmi dəyişməliyəm. Mən dünyanı dəyişdirmək üçün əvvəl özümü dəyişdirməliyəm. Hə, biri də var deyir ki, mən əsən istəyirəm, dünyanı dəyişdirəm, mən istəyirəm, yaşayam, qutaram gedə. Nə cür yaşırsan? Kimin fikrindən və nə cür? Bunun üçün ki, İranda yaşam gün-gündən dalıya gedir. Çünki yaşamırsınız ki.
Yaşamaq üçün fikir lazımdır. Fəlsəf düşüncə lazımdır. Değişmək lazımdır. Biz İranda əksəriyyətimiz biz daş kimi, kəssək kimi olsaydıq, yağış bizi istilardı. Daş kimi bir şey yox. Düşmüşük bir yerdə, orada qalırıq. Buna da deyirik, kişi tüpürdüğün yalamaz. Xeyr. Kişi əslən kişi deyil buradakı değişmir. Ya arvad da ona tay, xanım da ona tay. İndiyə qədər bir parti şəklində politik mücadilə həyatına atılmadı. İndiyəcan, diqqət buyurun, görün nə söz deyir. O ki, İranda bizə deyirlər, onu görün nə gözəl deyir. Deyir, indiyə qədər, həm o zaman, həm də indi bugünkü mən danışıram, bu adam bu kitabı 100 il qabaq yazıbdı. İndi mən 100 il sonra bu kitabı oxuyuram. 100 il sonra indiyə qədər türkçülük bir parti şəklində, şəkil ərəbcə sözdür, farsıya giribdir. Orada bizdə formatında biçimdir türkçəsi. Bir parti, yəni hizb, örgüt şəklində politik mücadilə həyatına atılmamışdır. Bir türkçülük bir parti olaraq, bir hizb olaraq, bir örgüt olaraq siyasi mücadilə ərəbcə sözdür. Türkçəsi nədir? Savaş, tartışma hətta. Tartışma ya dartışma həyatına atılmadı. Tartışmaya girmədi. Siyasi olaraq meydana çıxmadı türkçülük. Siyasi hizb olaraq, düşüncə yox ha. Hizb olaraq ortaya çıxmayıbdır. Bundan sonra da şübhəsiz atılmayacaqdır. Bundan sonra da çıxmayacaqdır. Amma farsların panfarsist fikri siyasətdədir, hizb olaraq, dövlət olaraq. Bununla bərabər türkçülük büsbütün politik ideallara qeydisiz də qalmaz. Amma bununla belə ki, hizb olmayıbdır, amma türkçülük bununla bərabər ki, hizb olmayıbdır, bununla bərabər eyni zamanda politik ideallar, arzular, xiyallar, ideallar bizim gələcəyə ən gözəl düşüncəmiz. Bununla bərabər türkçülük büsbütün, yəni kamilən, %100 politik ideallara, siyasi düşüncələrə qeydisiz qalmayıbdır. Qeyd ərəbcə sözüdür, bağlı. Bağlı deməkdir, düyünləmək deməkdir. Qeydisiz, yəni ilgisiz. Bağımsız qalmayıbdır. Yəni ondan uzaqlaşmayıbdır, bağlı qalıbdır. Yəni türkçülük bununla belə ki bir siyasi örgüt deyil, amma büsbütün də siyasi fikirlərdən uzaq durmayıbdır. Çünki türk kültürü başqa ideallarla bərabər politik ideallara da sahibdir. Amma türk, çünki niyə? Niyə siyasətdə uzaqlaşmayıbdır, amma hizbi qurmayıbdır türkçülük adı ilə? Çünki türkün kültürü düşüncəsi, fərhəngi başqa ideallarla bərabər iqtisad, elm, hüquq, danışgah, mədrəsə, təlimi, tərbiyyət, hünər, sinema, teatr, televizyon, serial, yemək, bişirmək filan, necə bunlara türkçülük fikri var. Eyni halda deyir ki, helal, haram, din, şiəlıq, bunların hamısında türkçülüğün fikri var. Deyir ki, bununla bərabər politik ideallara da sahibdir. Siyasi düşüncələri də var gələcək üçün. Məsələn, türkçülük heç bir zaman klerikalizmə, teokrasi ilə, baskı rejimi ilə bağlaşmaz. Deyir, türkçülük heç vaxt klerikalizmin mənasının 3 gün bundan qabaq dedi, oxuduq. Dedi ki, o adamlar ki, dini təfsir edirlər. Onların işlərinə o cür düşüncəyə klerikalizm deyirlər. Klerikalizm deyirlər. Pəs, dini təfsir edənlərə teokrasi ilə, Allahla, teokrasi din, dinçi bir şeylə, baskı rejimi, bundan insanlara baskı, zor, fişar ərəbcə ya fikrim ərəbcədir, bəlkə də farscadır, bilmirəm.
baskı rejimi, Türkçesi fişarın nədir? Baskıdır. Baskı rejimi ilə bağdaşmaz. Bir baskı rejim Latincə sözdür. Hakimiyyət, sistem. Rejim sistem deməkdir. Bir baskı rejimi ilə, sistemi ilə bağdaşmaz, yəni bir olmaz. Bağdaşmaq nə deməkdir dostlar? Biz bağdaş deyirik türkcə. Qurmac, qurmaq. Dörd qıslı otur belə dizimizi belə otururuq, qoyuruq ha. Buna bağdaş deyirik da. Bunun ədəbi adı bəlkə bağdaşmaqdır. Amma odur qoyuruq, otururuq. Yəni onlar bir-birindən yol gəlirlər də. İki ayağımız da bir-birinə eləyə bilirik ki, belə qoyuq, oturaq. Bir-birinin düyünləri əslində, bir-birini tuturlar, saxlayırlar bizi, bizim balansımızı qorurlar. Deyir ki, biz Allah adı ilə, din adı ilə bir baskı rejimi yaradıb insanları zorluqda yaşatmarıq. Modern bir axımdır. Türkçülük nədir? Türkçülükdə məna verir. Modern bir axımdır. Taza. Modern dedikdə, yəni müasir. Müasir bir cərəyandır. Axım ərəbcəsi cərəyandır. Hərəkət də bir ayrı anlamdır. Axım onların ikisinin türkçəsidir ki, hər ikisi də ərəbcədir. Və ancaq modern nitəliyi olan axımlarla və ideallarla bağlaşılır. Bağlaşa bilir. Türkçülük ancaq, çünki özü modern bir hərəkətli cərəyandır, axımdır əslində, axım. Türkçülük bir modern axımdır. Bu modern axım ancaq modern nitəliyində, xasiyyətində, vəziyyətində, durumunda bir bilər, bağdaşa bilər, yoldaş ola bilər, hərəkət eləyə bilər, taytuş ola bilər. Diqqət buyururuz nə deyir? Yəni, türkçülük bir moderni olmaq, hər ləhzə deyişmək fikridir. Hər gün deyişmək düşüncəsi, yaşamıdır. Əgər bir şey dünyada değişmir, türkçülük onunla bağdaşa bilməz, onunla yoldaş ola bilməz. Çünki o durub, sən hərəkətdəsən, olmaz. Məsələn, sən maşını sürürsən, bir nəfər deyir ki, mən istəyirəm maşın dursun, olmaz. Ya maşın hərəkət eləyəcək, ya duracaq. Əgər bir nəfər deyir ki, mən maşındayım, duracağam, siz ayrı maşından getməlisiniz. Çünki siz hərəkətdəsiniz, cərəyandır, axımdır. Türkçülük bir axımdır, hərəkətdədir və duran bir şeylərlə cür gəlməz. Hər nə ki insanın fikrin, yaşamın, toplumun, toplumları durdurmağa çalışa, sabit saxlamağa çalışa, qoymaya deyişə, türkçülük ondan cür gəlməz. Gözəl məna verdi. Vağən sevdim. Yəni bu düşüncə çox gözəldir. Türkçülük bir modern cərəyandır, dura bilməz, durulsa ölər, camid olar. Farslığın əksinədir. Farslıq əvvələn modern bir hərəkət deyil, ikinci gericedici bir hərəkətdir. İşte bu nədənlədir ki, bugün Türkçülük Xalq Partisinə yardımcıdır. Deyir, bu nədənlədir? Yəni, bu nədən dedik ki, səbəb ki, ərəbcədir, onun türkçəsidir. Bu səbəblədir ki, türkçülük xalqın, xalq burada millət anlamındadır. Xalqı ərəbcə sözdür, xalqidəndir, yaranmışlar. İnsana işlənir amma. Deyəndə xalq heyvanları tutmur, ağaçları tutmur. Xalq sözü ərəbcədə canlı insanlara deyir, ölü insanlara xalqı deyilməz. Deyir ki, türkçülük xalq millətin partisinə, hizbilərinə yardımcıdır, köməkçi. Yəni, türkçülük bir düşüncədir ki, hər nəyə vursan ona köməklik eləyəcək. Çünki hərəkətdədir. Hərəkətdə olmayan bir şeyi hərəkətə gətirəcək. Məsələn, fikirləyin ki, bir dənə maşın batıbdır batlağa, bir dənə inək düşüb batlağa, bir dənə adam düşüb batlağa, fikir batlağına. Bunu nədir oradan çıxartmaq olar? Bunu bağlayacaq bir treliyə çəkəcəksiniz. Bir çəkici gələcək, bunu çəkəcək. Bir şeylə bunu çıxartacaqsınız. Türkçülük budur. Türkçülüklə siz nə edəcəksiniz? Hər bir
Değişmeyen bir şey değiştirəcəksiniz. Türkçü də değişməyə hazır olan insandır. Çünki türkçülüğün sən eləyə bilməzsən, deyəsən ki, mən tüpürdüyümü yalamayacağam. Sən onda türkçü deyilsən. Sən əslən bu sözü tohin biləcəksən. Necə ki, türkçü? Mən kişiyəm, mən adamam, mən türkçüyəm. Değişmək mənə lazımdır. Çünki türkçülük değişmək anlamındadır. Hərəkətdədir, cərəyandadır. Baxın, burada diqqət buyurun. Hərəkət fəlsəfədə məkan və zaman içində deyil. Yəni bu deyil ki, deyək ki, saatda, məsələn biz yol yeririk da, tamam. Yox, bu deyil. Türkçülük düşüncədə və yaşamın hərəkətində, yaşamdadır değişdirmək. Saat değişir, o bizə rəbti yoxdur. Biz olaq da olmayaq, saat gedir qabağa. Gecə günüz fırlanırsa biz olaq, olmayaq. Türkçü olaq, olmayaq. O bizə aid deyil. Amma türkçülük nədir? Türkçülük budur ki, biz yaşamımızda və düşüncəmizdə hərəkət eləməliyik. Değişməliyik. Değişməsək türkçü deyilik. Xalq Partisi əcəmənliyi millətə, yəni türk xalqına verdi. Diqqət buyurun. Deyir ki, Xalq Partisi. Xalq dedik ki, millət, türkçəsi eldir. Ərəb sözdür. Parti dedik latincə hizb, ürgütdür türkçəsi. Əcəmənliyi dedik ki, qudrəti, müdiriyyəti, hakimiyyəti, zoru işlədən sistemi millətə, yəni türk xalqına verdi. Ya xalqa verdi. Pəs deyir ki, Xalq Partisi, yəni hizblər gücü kimlə alacaqlar hökumətə çıxmağa? Millətdən. Əcəmənliyi kimə verirlər? Yəni o qudrəti emali zur, müdiriyyət. O zoru, hakimiyyətdə zor vardı da, bunu gərək qəbul eləyək. Bu zoru, bu müdiriyyəti kimə verir hizblər? Millətdən alır, amma millətə verir. Çünki deyir, əgər millət məni seçsə, mən millətin iradəsinin mütəcəllisiyəm. Millət istədiyi işi qabağa aparacağam. Bunun üçün deyir ki, Xalq Partisi, yəni millətin hizbiləri əcəmənliyi, müdiriyyət haqqın millətə, yəni xalqa verdi. Dövlətimizə, Türkiyə və xalqımıza türk milləti adlarını bağışladı. Türkçülük deyir ha. Türkçülük və xalq. Türkçülük və xalq. Bunlar ikisi bahəm. Dövlətimizə, Türkiyə və xalqımıza türk milləti adı verdi. Dövlətimizə. Baxın, burada dövlətdən mənzur millət, mən neçə dəfə demişəm. Millət, dövlət, torpaqsız, vətənsiz olmaz, vətən millətsiz olmaz. Onun üçün burada vətən deyəndə millət anlamına da gələr, millət deyəndə vətən anlamına da gələr. Bunun üçün bu məna gün demək kimidir. Deyək gün, günüz. Hətta bu zaman deyək, zaman. Zaman demək kimidir. Zaman deyəndə zamanın qaranlığı da var, işığı da var. Millət deyəndə vətən anlamı, yurt anlamı, yurt deyəndə xalq, el anlamı, millət anlamı da daşır. Pəs, bu adları kimə verdi? Deyir ki, türkçülük dövlətimizə Türkiyə adını verdi. Türkiyə vətən adıdır, eyni halda dövlət adıdır. Bunu da gərək qəbul eləyək. Xalqımıza, millətimizə də dedi, sən türksən. Türk adı verdi. Bağışladı, yəni bu türkçülük fikri verdi bunları. Halbuki Anadolu inqilabına qədər dövlətimizin, millətimizin, hətta dilimizin adları Osmanlı kəlməsi idi. Deyir ki, Anadolu'da bir inqilab oldu. Anadolu dedik Türkiyə. Siz burada siz görün. Anadolu'da bir inqilab olubdu. Bu inqilabda deyir ki, Anadolu'da bir inqilab oldu. İnqilab ərəbcə sözdür. İnqilabın türkçəsi devrimdir. Devrim özü değişmək sözündəndir. Değişmək. Değişim. Pəs, Anadolu'da bir değişim oldu. Ne değişim oldu dostlar? Osmanlı'dan geçtik
Türkiyə. Osmanlı imperatorluq idi, keçdik biz Türkiyə dövlətliğə. İmperatorluqdan gəldik aşağıya. Ora İslam əsasında xilafət idi, bura dövlət millət oldu. Ora din üzərində idi, bura sekularizm üzərində idarə oldu. Orada şəriət çox hakim idi, burada çox qanun hakim olmağa çalışılır. Şəriətdə bir iddə üstündür, bir iddə aşağı, bir iddənin haqqı var, bir iddənin haqqı azdır ya yoxdur. Qanunda hamı bərabərdir. Şəriətdə dövlət insanlardan intiqam ala bilər. Qanunda dövlət intiqam ala bilməz. Dövlət hər nə olursa olsun qanunla gedə bilər. Bu belə bir inqilab oldu Türkiyədə. Yəni Anadolu'da. Anadolu bir torpaqdır. Bunun əksinə ki İran torpaq deyil. Mən bayaqları 2-3 dənə bu haqda məqalə yazmışam. İran və Perşiya dediyimiz sözlər. Deyək ki, mənim nəzərimə Xəxamənişi adlı bir dövlət yoxdur tarixdə. Hətta Firdevsi də yazmayıb. Bunun üçün deyək ki, Xəxamənişi hətta var. Xəxamənişinin adı niyə İran deyil? Xəxamənişidir. Çünki silsilə hökumət elədiyi üçün haranı torpaq alıbdı, oranı öz adına qoyar. O dövrdə niyə Perşiya deməyiblər, Perşiyan deməyiblər? Yoxdur. Əşkanilər gəlibdi. Əşkanilər özlərinin adını İran qoymayıblar. Torpaqlarını da varlardı, işgal ediblər. Onlara da deməyiblər İran. Deyiblər Əşkani torpaqları. Necə ki, Xəxamənişi torpaqları demişdilər. Yenə də silsilənin adını qoyublar. Yəni bir nəfər ki, buranı alıbdı, onun adını qoyublar Əşkanmış, məsələn, fikirləyin. Adını qoyublar Əşkanilərin torpaqları. Sonra Sasanilər gəliblər. Sasanilər buranın adını İran qoymayıblar, Perşiya qoymayıblar, adını Farsı deməyiblər. O məqsəddə də yoxdur. Onlar da adına deyiblər Sasan balaları, olublar Sasanilər, Sasan silsilələri balaları. Ondan sonra İslam və ərəblər gəliblər. Xilafət-i İslam bu məntəqədə heç yerin adı İran olmayıbdı. Bu da bir. Ondan sonra Türklər gəliblər. Qəznəvi türklər. Yenə də İslamda xilafəti aparıblar qabağa, amma bir yerin adı İran deyil, onlarda da. Perşiya da deyil. Pers də deyil. Fars da deyil. Fars sözü gələcəyəm indi. Ondan sonra Səlcuqlar gəliblər. Yenə də bunlar İslam xilafətini aparıblar qabağa. Heç yerin adı Perşiya, İran və Fars deyil. Heç bir hökumətin adı. Ondan sonra deyək ki, məsələn, Moğollar gəliblər, Teymurilər gəliblər, Osmanlılar gəliblər, Səfəvilər gəliblər, lorlardan bir dənə adam gəlibdi, Zəndiyə, Kərimxan Zənd gəlibdi, ondan sonra deyək ki, Nadir Şah gəlibdi, Əfşarlar gəliblər, ondan sonra deyək Qacarlar gəliblər, ondan sonra Pəhləvilər gəliblər. Bu dövrəcan, Pəhləviyəcan bir dənə İran adında bir siyasi bir durum keçən 2500 ildə İranlılar dedikdən sonra yoxdur heç yerdə. Keçən 2500 ilin içində İranlılar dediklərinə əsasən bir yer yoxdur ki, oranın adı nə ola? Perşiya ola, Fars ola, Pers ola. İndi bu İran sözü hardan gəldi? Mənim nəzərimə, mənim şəxsi nəzərimə, Qacar dövrünün son dönəmlərində bir iddə adamlar cəli sənəd eləyiblər Qacarın ziddinə. Çünki onlar adı məmaliki məhrusi Qacardır. Bu İran sözü bəzi pulların üstündə görürük. Bəzi təmrirlərin üstündə görürük. Bəzi yazılarda görürük. Məncə, bunlar Pəhləvi dövrəsində düzəlilən sənədlərdirlər ki, İran sözünə yer açarlar. Deyərlər ki, baxın, Qacarların məsələn bəzi təmrirlərin üstündə, bəzi pulların üstündə yazıblar İran. İran sözü də var. Məmaliki məhrusi İran məsələn. Qacarı götürüblər, İran yazıblar. Mənim nəzərimdə Qacarın sözünü götürüblər, İran yazıblar. Bunu buna görədir ki, sonra iddia eləyirlər ki, baxın, Qacar dövründə də İran sözü var idi. Bunun üçün biz bu toprağın adını kollən İran qoyuruq. Məncə bu təmrilər, bu pullar
Qacar dövrəsində düzəlməyibdi. Bunlar Pəhləvi dövrəsində sənətsazlıq üçün yazıblar. Sonra da buranın adını İran qoymağa çalışıblar. Sonra da indi bunlar hərbilər bunlar necə deyiblər? Bura Perşiyadır. Persidir. Ağa, hangi tarixdə deyiblər? Hangi tarixdə? O kitab hanı? O kitab hanı? O kitabın əsli hanı? Bax, o kitabı deyək ki, ağa, 2000 il bundan qabaq filan kəs bir dənə kitab yazıbdı. Tarix yazıbdı. O kitab hanı? Eyni bu ki deyirlər Zərtuş kitab yazıbdı. O Zərtuşun kitabı hanı? Onu müsəlmanlar sonra yazıblar. Zərtuşun adına. Bəlli deyil ki, Zərtuş var imiş, yox imiş, o adda adam var imiş, yox imiş, o adda kitab yazılmışmış, yazılmamış. Müsəlmanlar bir də nəqilləri toplayıblar, bir də sözləri toplayıblar, adını qoyublar Zərtuşun kitabı. Çünki kitab taza bir mövluddur. Kitab 1000 il bundan qabaq kitab adında bir şey ola bilsəydi də yazmaq adından idi. Bu kitab ki biz bugün görürük bu şəkildə yazılar, bu taza bir mövcuddur. Əgər də var imiş, deyək ki, məsələn, taxta üzündə yazıblar, deyək ki, divarda yazıblar, deyək ki, dəri üstündə yazıblar. O dərini, məsələn, o tarixi ki, deyirlər filan ki, Yunanlılar yazıblar, dəri üstə yazıblar, hani, o dərisi hani, onun daş yazısı hani, onun, nə bilim, o Misrilər kağızın, bir o kağız kimi bir şey düzətmişlər, adına da deyirlər nə mənə? Yadıma düşsə deyərəm, onun üstündə yazmışlar, o hanı? Əgər bir şeyin sənədi yoxdursa, yəni, deyənlər üçün yazıblar, deyiblər, pəs varmış. Mən indi eləyə biləm, deyəm ki, mənim dədəm, İnsaf İsməli Hidayət, 10 dana kitab yazmışdı Azərbaycan tarixi üçün. Adda yazaram. Məsələn, Qəradağ tarixi, Şahsevənlər tarixi, Qəradağdan dünya necə görünür, işte adlı bir kitab. Təbriz Azərbaycanın əl-ayağını bağlayan şəhər. Azərbaycanda fəlsəfəni necə görürlər? Dədəmin adına bu kitabların adını yazam. Hamı da məndən 10 il sonra deyirlər ki, İnsafəlinin dədəsi kitab yazmışmış. Adlarını çəkib burada. Amma bu kitablar yoxdur. İnsafəli yalan yazmaz zahirən. Bəlkə bunlar da yalan deyil yazıbdır, doğru yazıbdır. Amma bu kitablar nə olubdur bəs? Ya yanıblar, ya oğurlanıblar, ya da məsələn zəlzələdə, suda zodda qalıb bir yerdə ki bizim xəbərimiz yox. Ya da bir nəfər bunu alıb aparıb bir ayrı mənşədə gizləyiblər. Bizim hələ xəbərimiz yoxdur. Bilirsiniz də, indi bir iddə kitabları deyəndə ki, hanı deyirlər ki, ağa, bunu Avropalılar alıblar, aparıblar kilisalarda, gizli məxzənlərdə gizləyiblər. Yoxsa, əgər bu cür bir şeydir, sən nə cür bilirsən ki, onu da gizləyiblər? Yəni, yalanın içindən. Onun üçün, dostlar, biz bunları şey eləməliyik. Diqqət eləməliyik. Deyir ki, Anadoluda bir inqilab oluna qədər dövlətimizin, millətimizin, millət din anlamındadır, yəni dindaşlarımızın və hətta dilimizin adı, əlbəttə burada millət o millət mənasında da işlədir. Amma dedik, millət o mənadadır, bizdə el mənasındadır. Bizdə də el, minlər ildir biz el kəlməsini işlədirik millətə və bu farsların yalanına getməyək ki, millət taza sözdür. Yox, millət taza söz deyil bizim üçün. Hətta state nation də bizim üçün taza deyil. Çünki bizim vətənimiz olan yerdə dövlət əgər qurmuşuq, sonra bu dövləti imperatorluğa çevirmişik, pəs biz millət dövlət state nationdən geçmişik imperatorluğa. İmperatorluqdan geçmişik, məsələn, istimara geçməmişik, mütəəssifانه istimara geçməmişik. İnqilaba qədər dövlətimizin, millətimizin, yəni elimizin, hətta dilimizin adları Osmanlı kəlməsi idi. Biz deyəndə deyirlər Osmanlı, Türkiyədə. Bizdə də deyirlər ki, İran. Keçən yüzillər bunu bizə deyiblər. Bizdə deyirlər Səfəviyyə, bizdə deyirlər Qacariyyə, bizdə deyirlər Zəndiyyə, bizdə deyirlər Əfşariyyə. Demirdilər Türk milləti. Azərbaycanlı deyirlər. Nə ən çoxunda bizə deyirlər Azərbaycanlı. İndi də ki, keçən yüzildə də Azəri sözü deyirlər.
türk kəlməsi ağzına alınmazdı. Deyir, kür o qədər təhqir eləmişlər türk sözün ki, məsələn, bizdən İranda türkçəxər deyirdilər. Adamlar buna görə ki, mən türkçəxər deyəndə mən də türkəm, birdən mən də eşçək olaram deməyə. Deyirdi, mən türk deyiləm, Azəriyəm. Yəni, bir dana sözü pis eləyin, pis işlədin. Mən bilmirəm, eşşək yazıq niyə pisdir. Axı, eşşək niyə pisdir? Eşşək gözəl bir heyvandır, işləyəndir, zəhmət çəkəndir. Müstəmirəmizdir bizimdir. Niyə bu yamandır, mən bilmirəm. Niyə at yaman deyil, məsələn? Camış yamandır, amma o birisi yaman deyil, mən bilmirəm. Hər halda, deyiblər üçün eşşəyi pis görsədiblər, deyəndə də türk eşşəkdir. Hamı deyib ki, mən istəmirəm eşşək adı mənim üstümdə olsun, bəs mən türk deyiləm, Azəriyəm. Belə bir şeyin içinə girmiş o. Beyin yıxama. Çox rahatca beynimiz yıxanır bizim. Çox rahat. Bir dənə kəlməni 4-5 dəfə təkrar eləsin, 5-10 nəfər təkrar eləsin, ondan sonra kəlmə bizim zehnimizə girəcəkdir. Deyir ki, türk kəlməsi ağzınaca alınmazdı. Heç kəs ağzına almazdı türk sözü. Heç kimsə mən türkəm deməyə cəsarət edəməzdi. Qorxusundan. Necə ki, indi rəşdə biri deyəmir, mən rəşdiyəm. Bir dana xanım siz görməz deyə mən rəşdiyəm. Lorların bir çoxu cəsarət eləmir desin, mən loram. Çünki bu adlara bir sifət yapışdırıblar. Mənim bluzumun sifəti qırmızıdır. Türkə eşcəhliği yapışdırmışlar. Deyəndə türk rəh kimi gəlirdi üstündə. Bəzən də deyirlər ki, mən deyirəm Torkaxar, mənzurum sən deyirsən, mənzurumuz türkü gəlirlərdir. Yəni, siz türk deyirsiniz, onlar türkü gəlirlər, türklər. Sizi onlar eşşəkdir, siz eşşək olmayın. Yəni, iki milləti bir dana söyüşünə yapışdırdı onun üstünə, qırmızı kimi buna. Da biz Türkiyədən qırıldıq. İki qardaş bir-birindən nə rahatca qıldıq. Türkiyəllər də bunu anladılar ki, biz də bunları Azəri deyək. Onlar da oradan qırdılar özləri. Cəlib budur, onlar bizi dedilər Azəri, farsların sözü ilə. Bizə də dedilər, onlar türk olardılar, siz türk deyirsiniz. Biz qırıldıq bir-birimizdən. Türk dünyası qırıldı. Ona dedi Üzbək, buna dedi Qırğız, buna dedi Azəri, ona dedi Türk, ona dedi filan. Hərəmiz buna dedi Tatar, ona dedi filan. Biz qırıldıq hamımız bir-birimizdən. Düşmən rahatca eləyə bildi. Bizi hər yerdə boğa. Bizi rahatca işğal eləyərək torpaqlarımızı. Heç kimsə mən türkəm deməyə cəsarət etməzdi. Son zamanda türkçülər belə bir iddiaya qalxışdıqları üçün sarayın və əski qafalıların nifrətini üzlərinə çəkdi. Özlərinə də olar, üzlərinə də olar. Çəkdilər. Bir son zamanlarda ki, türkçülük başlamışdı. Taza zamanlarda. Türkçülər belə, yəni türkçülər, hətta türkçülər bir iddiaya qalxışdıqları üçün bu iddiaya qalxdılar da, biz türkük. Türkçülər gəldi də, biz türkük. Dilimiz türk, torpağımız da türk torpağıdır. Deyib, buna qalxışdıqları üçün, yəni bu işə qalxmalı üçün sarayın, hakimiyyətin, İranda hakimiyyət, farslar və əski qafalıların və geçmiş qafalılar, yəni beyinləri donmuş adamların nifrətini, onların düşmənliğini, nifrət ərəbcə sözdür, türkcəsi düşməndir. Düşmənliğini üzərlərinə, yəni üstümüzə çəkdilər. Onların düşmənliği bizim üstümüzə gəldi. Necə ki, indi biz deyəndə ki, biz türk, haray-haray mən türkəm, tuturlar, salırlar zindana. Bizim öz geri qalmış qafalılarımız, türklərdən içində olanlar, beyni yıxanmış insanlar, cavan adam da, amma beyni yıxamışdı. O, gecə-gündüz çalışır, sabit eləsin ki, mən türk deyiləm, türklə də düşmənəm. İşte Xalq Partisinin anası olan Müdafiə-i Hüquq Cəmiyyəti böyük qurtarıcımız olan Qazi Mustafa Kemal Paşa Həzrətlərinin
doğru yolu göstərməsi və öncü olmasıyla bir yandan Türkiyəni düşman saldırılarından qurtarırkən öte yandan da dövlətimizə, millətimizə, dilimizə gerçək adlarını verdi və politikamızı baskıcı rejimlərin və yabancı unsurların politikasının son izlərindən belə qurtardı. Uzun bir cümlə, bunu biz kiçik cümlələrə bölək. 4 kəlmə, 4 sətir yalın bir cümlə ibarətdir. Dedim, bu ən böyük zəif budur ki, uzun yazırlar. Uzun yazmaq düşüncənin düşmənidir. Düşüncənin düşmənidir. Biz qıssa yazacağıq ki, düşüncə rahat olsun. İşte, Xalq Partisinin, millətin örgütünün anası olan Xalq Partisi bir dənə hizbin adıdır. Diqqət buyurun, Atatürk'ün hizbinin adı Xalq Partisi. İndi də elə fikirəm Xalq Partisinin bu nədir, Erdoğan cənablarının rəqibi müdiriyyət edir. Xalq Partisinin anası olan, anası kimdir? Yəni bu hizbi quran. Ona görə ana sözü deyir. Elə bir ki, bu hizbi doğubdur da. Bu partini, yəni bu örgütü anası olan Müdafiə-i Hüquq Cəmiyyəti, bir dənə cəmiyyət varmış, adı Müdafiə-i Hüquq Cəmiyyəti. Haqlardan müdafiə eləyən cəmiyyət. Görürsünüz, tərkib özü ərəbcədir. Müdafiə-i Hüquq Cəmiyyəti. Ərəbcə, həm ərəbcədir, həm də tərkib ərəbcədir. Amma bu adam dedi ki, türkçülər əvvəlcədə nə edirdilər? Sadəcə ərəb tərkiblərini dəyişirdilər, türkçə tərkib edirdilər. Amma o zaman bu cəmiyyət qurulmuşmuş ki, hələ o yox imiş. Adı onun içində türkçə tərkib deyil. Ərəb sözlərindən türkçə tərkib deyil. Müdafiə-i Hüquq Cəmiyyəti. İndi bunun nədir türkçəsi? Hüquq cəmiyyət müdafiəsi. Ərəb sözlərdir. Ərəb sözü fəqət tərkibin türkçə eləyəndə o cür olur. İndi deyir ki, belə bir cəmiyyət neynədir? Gəldi o Xalq Partisinin anası oldu. Yəni onu qurdu. Yəni bu cəmiyyətin içində bir ana Xalq Partisi, Xalq örgütü, hizbi düzəldi. Tamam, buradan bunu deyir. İndi deyir ki, böyük qurtarıcımız bizi qurtaran. Bizi qurtaran kimdir? Bizi nəcat verən. Nəcat ərəbcə sözdür, türkçəsi qurtarmaqdır. Bizi qurtaran, hətta məsələn bu üzgüncülər var, göldə, suda üzərlər. Onların da üstünə ceydiği cılıtxanın adı nədir? Can qurtarıcı. Can qurtarıcı. Yəni o nəcat verəndir da. Farsçada ona deyirlər cılıtqı nəcat. Can qurtarıcı. İndi deyir ki, bizim böyük qurtarıcımız kimdir? Nəcat verənimiz olan, böyük qurtarıcımız olan Qazi. Qazi Q ilə yazılmır. Q ilə yazılsa olur qəza. Qəza yiyən. Yemək yiyən. Qaf ilə yazılır. 2 nöqtəli qaf ilə. Qazi yəni savaşçıl. Qazinin bir sözü var. O adam ki savaşda savaş eləyəndə yaralana ona qazi deyərlər. O birisilər savaşçı. Çünki hər adam savaşda 2-3 halət var. Ya şəhid olar, ona şəhid deyərlər. Ya yaralanar, ona qazi deyərlər. Ya da qeydər sağlığıyla, səlamətliğinin evinə ona savaşçı deyərlər. Pəs qazi o adamdır ki, həm savaşıb, həm də az qalırmış şəhid olmayıb yaralı olubdur. Buna qazi deyir. İndi Mustafa Kəmala niyə deyirlər qazi Mustafa Kəmal? Çünki savaşıbdır. 1, yaralanıbdır 2. Onun üçün qazi Mustafa Kəmal Paşa. Özdə Paşa. Paşa da nə olur? Dövlətin vəzir həddində bir adamıdır. Vəzirdir əslində. Paşa həzrətlərinin ehtiram üçündə, bu da həzrətləridir, doğru yolu göstərməsi. Bir də deyir ki, bir o cəmiyyətin, bir də Mustafa Kəmal Paşa ki, qazidir və qurtarıcıdır. Onun doğru yol göstərməsi, düz yolu göstərməsi və öncü olması və onun öncü, yəni lider. Lider latincə sözdür.
Rəhbər farsça sözdür. Türkçəsi nədir? Öncü. Öncü olması, yəni rəhbər olması. Öncü olması ilə, yəni onun rəhbər olmağı şərti ilə bir yandan Türkiyəni, yəni diqqət buyurun. O hizb o cəmiyyətdən doğdu. Onlar ikisi Mustafa Kemal'ın da yol göstərişi ilə nə oldu? İndi oradan görək yol göstərişi nə oldu? Bir yandan Türkiyəni düşman saldırılarından qurtarırkən, bir yandan Türkiyəni, bugünkü Türkiyəni qurtarıb dindi, yəni ona görə danışır. Çünki Türkiyə savaş qurtarandan sonra bu kitabı yazır. Bir yandan Türkiyəni, Osmanlının çox yeri ərdən getdi. Osmanlının bir yeri qurtarıldı, o da bugünkü Türkiyədir. Onu saldırıların, düşman deyəndə Avropa, Rusiyadan tutmuş ta Qərbi Avropaya, Şərqi Avropa və Qərbi Avropa, hər ikisi saldırılarından, saldırı türkcədir. Hangi sözə? Həmlə sözü ki, ərəbcədir. Ərəbcənin türkcəsi saldırı olur. Saldırılardan yəni müxtəlif dövlətlər, Fransa, Rusiya, İngilistan və o birisi məmləkətlərin hamısı əl-ələ verirdilər, saldırmışdılar. Deyir, onu qurtararkən bu Türkiyəni Osmanlının içindən qurtardı. Yəni heç olmasa hamısı əldən getmədi. Ötə yandan qabaq bir ayrı yandan dövlətimizə, millətimizə, Mustafa Kemal'ın göstərişi, doğru göstərişdə və dilimizə gerçək adlarını verdi. Bu millətimizə, dövlətimizə, toprağımıza görürsünüz, burada topraq demədi, vətən demədi. Çünki millət el və nə anlamındadır? Və yurt anlamındadır. Onun üçün işlətdi. Burada deyir ki, dövlətimizi, millətimizi və dilimizə gerçək adını verdi ki, nə idi? Türkçülükdür. Və politikamızı və siyasətimizi də, politika latincədir, ərəbcəsi siyasətdir. Siyasət ərəbcə sözdür, farsça deyil. Farsların siyasət sözünə yerləri yoxdur. Necə ki, bizimki də feylən yoxdur, işlətmirik siyasətə. Mən pişnahad eləmişəm bir ayrı bir şey qoyaq, amma hələ feylən qoyulmayıbdır, dostlar gərək qoyalar. Politikamızı basqıcı rejimin, indi İran rejimi Pəhləvi olsun, ya bu şey olsun, Fars molla rejimi olsun, Fars molla rejimi. Baxın, Fars İran molla rejimi. Çünki Farsı siz götürsəz və İranı götürsəz olmaz. Farslar çox zirəhlik edirlər, deyirlər ki, molla rejimi. Molla rejimi deyəndə siz İranı görmürsünüz və Farsı görmürsünüz. Mollanı müqəssir görürsünüz. O halda ki, molla müqəssir deyil. Molla nə savadı var siyasəti idarə eləsin, nə iqtisad bilir, nə hissat. Mollanı idarə eləyən panfarslar var. Molla onların əlində bir oyuncaqdır, oynadırlar. Siyasətlərin bir zaman Riza Palaninin əliyini apardılar, indi molla əliyini aparırlar. Farslar o cür bir zirəhlik və gizlilik edirlər. Ki, əgər şikəst yedirlər, desinlər ki, mollalar idi, biz deyildik ki. Biz opozisyonuq. O halda ki, opozisyon və pozisyon ikisi bir şeydir. Harda bir şeydir, baxın, hər o şey ki, Türk mənafeyinə, ərəb mənafeyi haqqında danışıla, ikisinin mövzei bildir. Təbii, bəs bunlar birdirlər. Ha, o deyir ki, sən nəfti 50 il yedin, indi də ver 50 il mən yiyeyim. 50 il bunlar yemişdi, indi 50 il mollalar yiyəcək. Mollanı idarə edən panfarslılar yiyəcək. Sonra da bunlar verəcəklər o birisi panfarslılara. Şimdi eşitlərlər 50 il qabaq yeyirdilər. Nə o beynə? Politikamızı, bizim, yəni Türklərin politikasının, siyasətin basqıcı, fişar, zor rejimindən çıxartdı və yabancı, xarici, əcnəbi. İndi biz o vəziyyətdə, farslar bizə əcnəbi idilər, yabancıdırlar, özgədirlər, biganədirlər. Yabancı unsurlar, Fars unsuru politikasının, orada da əlbəttə yabancı unsur orada deyəndə İngilistanı, Fransəni, Rusubları nəzərə alır. Politikasının, onların siyasətin son izlərindən, onların siyasətlərinin son əsər ki ərəbcədir, onun rəddipa ki farsçadır, onun türkcəsidir, izlərindən belə qurtardı, bizi qurtardı. Deyir ki, bəs bizi neçə şeydən qurtardı?
Bir bu üçü bizim toprağımızı qurtardı, millətimizə və toprağımıza və dilimizə Türk adını verdi. Üçüncüsü neynədi? Bizi o baskılardan qurtardı. İstibdaddan və diktatorluqdan qurtardı. Üçüncüsü neynədi? Deyir ki, yabancı ünsürlərdən, biz hələ feylən Güney Azərbaycanda bu vəziyyətdə yaşayırıq. Yabancı ünsürlərin siyasətlərinin altında aradan getmək məcburiyyətində yox, zamanında yox, məcburiyyətində deyilik, məcbur deyilik ki, aradan getmək. Eləyə bilirik ki, duraq, savaşaq, ölək. Ən azı budur. Bizi bunlardan qurtaran da gələcək, bizimki də gələcəkdir. Bizimki də gələcək. Biz də bu vəziyyətdən qurtarmalıyıq. Hətta deyə bilərik ki, Müdafiə Hüquq Cəmiyyəti heç xəbəri almadan Türkçülüyün politik proqramını uyguladı. Deyir, hətta bu iddianı, hətta deyə bilərik ki, yəni hətta iddia ərəbcə sözdür. Onun türkçəsi deyə bilərik ki, elə burada işlədirik. Biz deyə bilərik ki, yəni iddia eləyə bilərik ki, Müdafiə Hüquq Cəmiyyəti, hüquq cəmiyyətin hüquq müdafiə cəmiyyəti heç xəbəri olmadan, onların deyir, heç xəbəri yox idi hətta. Nə oldu? Atatürk neynədi? Türkçülüyün politik proqramını, Türkçülüyün siyasi bərnamələrini, proqram ərəbcədir, üzr istəyirəm, latincədir, bərnamə də farscadır. Biz işlədik, bilmirəm farscadır ya yox, əlbəttə, bəlkə də türkcədir bərnamə. Bunu gərək dostlarımız sözcüdülər, lüğətşinaslar deyələr. Bərnaməsini uyguladı, yəni işə tutdu. Yəni Atatürk o cəmiyyət və o hizbi bilmədiyi zamanda, yəni onlara xəbər vermədən neynədi? Gəldi türkçülüyün siyasi bərnamələrin uyguladı, yəni əməldə işə tutdu. Çünki gerçək birdir. Çünki iki olmaz. Deyir ki, çünki gerçək, həqiqət, gerçək, həqiqət ki, ərəbcə sözdür, onun türkçəsidir. Çünki həqiqət bir danadır, iki ola bilməz. İki dana həqiqət ola bilməz. Ya İran var, ya Türk var. İranla Türk ikisi bir yerə getməz. O da həqiqətdir, bu da həqiqətdir. Amma bunlar ikisi bir yola getməz. Necə ki, Türk ilə Fars yola getmir. Həqiqət, çünki həqiqət, gerçək, həqiqət deməyək da biz gerçək. Çünki gerçək birdir, iki olamaz. Gerçəyi arayanlar başqa yollardan hərəkət etsələr belə, sonucda eyni hədəfə ulaşırlar. Deyir, əgər gerçəyi axtaran ola, həqiqəti axtaran olsalar, arayanlar, axtaranlar, aramaq həman axtarmaqdır. İkisi bir şeydir. Bunu da axtarmağın mənasını demişəm də, çox su məsələn axar gedər. O məsələ nəndir? Aramaq, amma bir şeyi arırsız, axtarırsız. Fikir eləyin ki, bir dana samanlıqda bir iynə düşübdür, axtarırsız. Buna axtarmaq deyərlər. Aramaq deyərlər. Aramaq, düz istəyirəm. Aramaq deyərlər. Əlbəttə biz onu axtarırıq da. Yəni bizim Güney Azərbaycanda bu axtarmağı o mənada işlədirik. Məsələn, samanın içində biz iynəni axtarırıq. Deyir ki, gerçəki arayanlar başqa müxtəlif, cürbəcür, başqa müxtəlif sözü ki, ərəbcədir, onun türkçəsidir. Başqa yollardan hərəkət yəni yerimaq. Yerisələr də, hərəkət etsələr də, getsələr də, hərəkətin bir mənası burada getməkdir. Getsələr də, nə olar? Sonucda, nəticədə. Nəticə sözü ki, ərəbcədə, onun türkçəsi sonuc. Sonucda eyni hədəfə, aynı hədəf, yəni bir hədəfə, eyni hədəfə ulaşırlar. Ulaşmaq, yetişmək deməkdir, yetişərlər. Eyni hərəkətə yetişərlər. İndi diqqət buyurun, dostlar. Fikir eləyin ki, burada bir şey gizlətmişik. Bir şey burada gizlətmişik. Adamlar bunun ətrafında uzaq yerdə, hərəsi 100 metrlikdə 10 min nəfər, 100 min nəfər demişik ki, bir dana elmas qoymuşuq burada torpağa. Bu elması hər kəs tapsa onundur. İndi bu alması tapmaq üçün bizdə almas deyirlər. Mənim yadımda gəlir, hətta bir qonşumuz vardı, adı almas idi. Elmas deməzdik. Elmas, almas sözünün farscasıdır. Farsca deyimidir.
Bizdə almas deyilir. İndi bu almasa hər kəs tapsa onundur. Bu almasın da deyək qiymətini bir cür deyək ki, hamı axtarsın da. Deyək ki, bu almasın da qiyməti məsələn 100 milyon dolardır. Məsələn, İran pulu neçə min milyard. Bu cür bir pul. İndi bunlar hamısı istəyirlər gəlsinlər. Bu 100 min nəfər ki, bu dairədə durublar. Amma 100 metr heç olmasa fasilələri var bundan. Fasilə ərəbcə sözdür, araları var. Türkçə ara. Araları var. İndi bunlar hamısı bu 100 min nəfər gəlir, istəyirlər, gəlirlər, bunu tapalar, axtarırlar. Hardan gəlirlər, gəlsinlər? Gələcəklər ora. Bir nəfər onu tapandan sonra hamı yenə oranı axtaracaq. Bəlkə bir ayrısı da var, mən də tapdım. Bəlkə bir qırıntısı var, mən də tapdım. Amma hamısı ora gələcəklər. Onu istədi deyək ki, başqa yollardan hərəkət eləsələr, yəni yola düşsələr belə, sonucda, nəticədə eyni hədəfə ulaşacaqlar, eyni hədəfə yetişəcəklər. Ulaşmaq yetişməkdir. Ulaşmağı mən qabaqcadan dediyim üçün bunun üstündə yenə durmayayım. Türkçülüklə xalqçılığın sonunda aynı proqramda birləşmələri ikisinin də amaca və gerçəyə uyğun olmasının bir sonucudur. Deyir ki, türkçülüklə xalqçılığın sonunda, deyir ki, baxın bunu istir deyə, deyək türkçülüklə millətçilik aynı birdir. Eyni birdir. Denəm mən türkçüyəm, denəm mən millətçiyəm. Heç fərqi yoxdur. İkisi eyni birdir. Türk olsan əlbəttə. Çünki, məsələn, türkçülüklə almançılıq fərqlidir. Çünki türkçülük də almançılıqdır. Amma əgər sən türk olursan, desən ki, mən millətçiyəm, ya türkçüyəm, heç fərq eləməz. İkisi bir sözdür. Çünki millət türkdür. Millət türk olduğu üçün, vətən türk toprağı olduğu üçün, türk vətəni olduğu üçün, sən desən ki, mən millətçiyəm, ya türkçüyəm, heç fərqi yoxdur. İkisi də müqəddəsdir bizim üçün. Bəs bu davanı ortadan götürək dostlar. Ki, biri deyir, mən millətçiyəm, biri deyir, mən türkçüyəm. Sənin millətin kimdir? Sən kimin türkçüsüsən? Bu suala cavab ikisi bir şeydir. Sənin millətin türkdür, sən türklərə millətçilik edirsən. Görürsünüz, bizi bəzi oyunları bilmədiyimiz üçün bizi oyuna salırlar. Biz oyuna düşməməliyik, çünki axtarıb oxuyub ölçəşməliyik. Deyir ki, türkçülüklə xalqçılığın sonunda eyni proqramda birləşmələri var. Deyir ki, sonunda, nəhayət ən sonunda türkçülüklə xalqçılıq bir yerdə proqramlarında, bərnamələrində biz siyasətdə neyniyək, iqtisadda neyniyək, hünərdə neyniyək, təlimi tərbiyyətdə neyniyək, öyrətimdə neyniyək, okulda neyniyək, universitetdə neyniyək, müəllimləri neyniyək, mühəndisləri neyniyək, döktürlər nəcür olsun, işlər nəcür olsun. Bunlar ki, burada danışıb. Bunların hamısını deyir, sonunda nə olacaq deyir? Birləşəcəklər bunlar ikisi. İkisinin də amaca və gerçəyə uyğun olmasının bir sonucudur. Deyir ki, bunların ikisi də millətçilik də, xalqçılığın da amaçları və hədəfləri. Amac dedik ki, türkçədə hədəf sözündəki ərəbcədir. Onlara ulaşmasının, yetişməsinin nəticəsi nədir? Türkçülükdür. İkisi də tam gerçəyi bulduqları üçündür ki, tümüylə bir-birləri ilə uyuşurdular. Deyir, ikisi də həm millətçilik, həm türkçülük, ikisi də tam gerçəyi, həqiqət dedik də gerçək. Gerçəyi bulduqları üçün bulmaq tapmaq deməkdir. Tapdığımız üçün Güney Azərbaycanda biz bulmaq yerinə tapmaq deyirik. Tapdıqları üçündür ki, nə olur? Həqiqəti tapdıqları üçündür ki, nə olur? Tümüylə, tüm dedik tamam sözünün türkçəsidir. Tümüylə bir-birləri ilə uyuşdururlar. Türkçülüklə millətçilik bir-birinə uyuşur. Uymaq nə demək dedik? Bir-birindən məç olmaq, bir-birinin elə bir ki, suyu, şəkəri suda qataq. Bunlar bir-birinə uydular, getdilər. İkisi bir şey oldu da. Burada deyəməsən, şəkər ayrıdır, su ayrıdır. Buna uymaq deyirik. Bu eyni uymağın bir yansıması da budur ki, bütün türkçülərin heç biri dışarıda qalmamaq üzərə Anadolu savaşında qatılmaları və onun ən atəşli savunucuları olmalarıdır. Deyir, baxın,
bu eyni olmağın, bu türkçülüğünə millətçiliğin ikisinin eyni olmasına bir dəlil gətirir. Deyir ki, bu eyni olmağın bir yansıması da budur. Bir yansıması, yəni bir görüntüsü. Bir